Hər vaxtınız xeyir olsun. Bugün sizinlə məşhur olan çox dadlı alfaxoros peçenyelərinin hazırlanmasını bölüşürəm. Yumşalmış kərə yağına şəkər pudrası əlavə edib mikserlə qarışdırırıq. Ardınca yumurta və bir çimdik duz əlavə edib qarışdırırıq. Ələnmiş un və kakaonu əlavə edərək yumşaq xəmir yoğururuq. Xəmiri streçə büküb 30 dəqiqə soyuducuda dincəldirik. Daha sonra nazik şəkildə yayırıq. Dairəvi formada kəsib perqament sərilmiş listə düzürük. Əvvəlcədən qızdırılmış sobada təxminən 10-12 dəqiqə bişiririk. Peçenyelər tam soyuduqdan sonra arasına qaynadılmış, qatlaşdırılmış süd çəkib birləşdiririk. Son olaraq kənar hissələrini kokos qırıntılarına batırırıq. Nəticədə ağızda dağılan çox ləzzətli alfaxoros peçenyeləri əldə edirik.